50-ci bölmədə questions second, do you know və ya he asked me və ya yəni sual cümlələri ilə bağlı digər məqamlarla tanış olacağıq. A variantına baxırıq. Do you know və ya sən bilirsən hara? I don't know why. Mən bilmirəm nə üçün. Could you tell me what? Mənə deyə bilərsən nə? Baxaq. We say. Where has Tom gone? Tom hara gedib? But do you know where Tom has gone? Sən Tomun hara getdiyini bilirsən? Deməli, bu tipli cümlələrdə biz do you know-dan sonra yəni where olan hissədə cümləni nəqli cümlə şəklində veririk. Ayrıca verəriksə, xüsusi sual deməli cümləsi kimi sadə bir cümlə olarsa, bu zaman has köməkçi feili mübtədamızdan əvvələ keçməlidir. Yəni Tomdan əvvələ keçməlidir. Amma əgər mürəkkəb cümlə daxilində, tamamlı budaq cümləsi daxilində verəriksə, bu zaman biz və ya-dan sual sözündən sonra gələn sıralamanı mübtəda xəbər sıralaması kimi verməliyik. Yəni nəqli cümlədə necədirsə o cür şəkildə verməliyik. Bax, məsəl üçün nümunədə mötərizədə yazıldığı kimi not has Tom gone. Yəni burada as köməkçi feili mübtədadan əvvələ keçə bilməz. Artıq çünki bu isə sual forması şəklində verilibdir. Yəni do köməkçi feili mübtədadan əvvələ keçib. Why the question where has Tom gone is a part of a longer sentence. Yəni bu mürəkkəb cümlənin bir hissəsidir. Do you know, I don't know, can you tell me, the word order changes. Yəni burada söz sırası dəyişir. We say, yəni bu sözlərlə olanda artıq söz suallı, sual cümləsində olan söz sırası dəyişir. What time is it? Gördüyümüz kimi burada is köməkçi feili mübtədadan əvvələ keçib. Amma do you know ilə verəndə do you know what time it is? Artıq burada it sonra is işlənib. Yəni mübtəda sonra xəbər işlənib. Who are those people? Adi bir sadə bir sual cümləsidir. O zaman to be feili mübtədadan əvvələ keçib. Amma I don't know ilə verəndə who those people are. Burada mübtədamız, sonra isə xəbərimiz işlənir. Where can I find Lucy? Baxın, burada can müdafiə ilə əvvələ keçib mübtədamızdan. Amma can you tell me ilə verəndə where I can find Lucy şəklində verilir. Yəni mübtəda sonra xəbər işlənir. How much will it cost? Burada will köməkçi feili mübtədadan əvvələ keçib sadə bir cümlədir. Mürəkkəb cümlədə isə biz mübtədanı sonra isə will cost xəbəri işlədirik. Be careful with do, does, did questions. Deməli, do, does, did olan sual cümlələrində diqqətli olaq. Biz deyirik, what time does the film start? Film deyirəm ki, film saat neçədə başlayır? Do you know what time the film starts? Yəni artıq do you know ilə verilirsə, mürəkkəb cümlə tamamlı budaq cümləsi olursa, artıq sözsüz sual sözündən sonra mübtəda xəbər ardıcılığı gözlənilməlidir. What do you mean? Please explain what you mean. Yəni, baxın, burada sual cümləsidir və do köməkçi feilindən istifadə etmişik. Amma artıq please explain quruluşu gələrsə, sonra mübtəda xəbər gəlməlidir. Why did she leave early? Burada did köməkçi feilindən istifadə etmişik. I wonder why she left. Və digər hissədə wonder ilə verəriksə, digər hissədə mübtəda sonra xəbər sıralaması gəlməlidir. Yəni, əgər mürəkkəb cümlənin daxili bir tərkib hissəsi olursa, tamamlıq budaq cümləsi olursa, bu zaman sual cümlələri artıq nəqli cümlə şəklində olmalıdır. Yəni, mübtəda sonra xəbər gəlməlidir. Use if or whether where there is no other question word. Əgər hər hansı bir xüsusi sual sözü yoxdursa, biz if-dən və whether-dən istifadə edə bilərik. Ümumiyyətlə, xüsusi sual cümlələrinin özünün xüsusi sual sözləri olur, amma ümumi sual cümlələrində biz if-dən və whether-dən istifadə edirik. Did anybody see you? Yəni, biz burada hər hansı bir xüsusi sual sözü görmürük. Yəni, ümumi sual cümləsidir. Və buna görə də ümumi sual cümləsində biz həm if-dən, həm də whether-dən istifadə edə bilərik. I don't know if anybody saw me və təbii ki, ardıcıllıq mübtəda sonra xəbər gəlməlidir və yaxud da whether anybody saw me, yəni hər şəkildə verə bilərik. B variantına baxırıq. He asked me where. O məndən soruşdu where. Baxaq. The same changes in words or da happen in questions in reported speech. Deməli, deyir ki, eyni söz sırasındakı eyni dəyişikliklər, həm də vasitəli deməli, nitqdəki sual cümlələrində də baş verir, müqayisə edək. Baxın, direktə, vasitəsiz nitqdir. Deyir ki, the police officer said to us, polis işçisi bizə dedi, where are you going? Hara gedirsiniz? Reported speechdə isə deyir, the police officer asked us where we were going. Yəni, nəqli cümlə sırası baxın, gözlənilirdi. We mübtədamız, were going xəbərimiz işləndi və keçmiş zaman olduğu üçün are you going da zamana uyğun olaraq keçmiş zamanla əvəzləndi. Digər nümunəyə baxaq. Claire asked, what time do the shops close?
Claire soruşdu ki, saat neçədə dükanlar bağlanır? İndiki zamandadır cümləmiz. Baxırıq, report speech-də, vasitəli nitqdə Claire wanted to know, Claire bilmək istəyirdi ki, what time the shops closed. Yəni, deməli, köməkçi feili gördüyünüz kimi, baxın, dəyişəndə köməkçi feili atdıq. Birinci mübtədamız gəldi. Sonra cümləmiz keçmiş zamanda olduğu üçün close feilinin sonunda da nədir? İdini artırdıq. Okay. Davam edək. In reported speech, the verb usually changes to the past. Vasitəli deməli, vasitəli nitqdə feil adətən keçmiş zamanla dəyişir. Were, closed. Deməli, study these examples. You had a job interview and the interviewer ask you these questions. Sənin iş müsahibən var və müsahibə götürən sənə bu sualları verir. Are you willing to travel? Sən səyahət etmək istəyirsən, arzulayırsan. Why did you apply for the job? Sən nə üçün müraciət etdin, bu işə müraciət etdin? What do you do in your spare time? Boş vaxtında nə edirsən? How long have you been working in your present job? Hal-hazırki işində, indiki işində nə qədər müddətdə işləyirsən? Can you speak any other languages? Başqa dillərdə danışa bilirsən? Do you have a driving license? Sənin sürücülük vəsiqən var. İndi baxaq nümunələrə. Later you tell a friend. Deməli, bu nümunələrdə müsahibə götürən bizə bu sualları verir. Amma sonra deyir ki, biz müsahibə götürənin, deməli, müsahibə götürən şəxsin bizə soruşduqlarını biz dostumuza deyirik. Use reported speech. Bu zaman biz vasitəli nitqdən istifadə edirik. She asked, yəni çünki müsahibə götürən bizdən soruşur. She asked if or whether I was willing to travel. Ümumi sual cümləsi olduğuna görə biz ya if-dən ya da whether-dən istifadə etdik. Baxın, are you willing? Bax, bu birinci cümləmiz. Are you willing? Olan cümləni dəyişirik. I was willing to travel şəklində. Çünki keçmiş zamandır. Keçmiş zaman olduğu üçün was-dan istifadə edirik və mübtədə xəbər deməli sıralığı, ardıcıllıqda gözlənilir. I was. She wanted to know where I did in my spare time. Bax, burada deyir ki, ikinci cümləmizdə, burada da ki yazaq. Boş vaxtlarında sən nə edirsən? İndiki zamandadır, amma burada wanted keçmiş zaman olduğu üçün I did olacaq və mübtədə xəbər ardıcılığı gözləniləcək. She asked how long, bax, burada isə bu üçüncü cümlədir. How long have you been? Burada present perfect continuous işlənibdir və biz ask keçmiş zamanda olduğu üçün past perfect continuous ilə əvəz edirik və mübtədə xəbər ardıcılığı gözlənilir. She asked why I had applied for the job. Bax, burada did you apply-dır və biz bilirik ki, vasitəsi nitqdən vasitə nitqə çevrilmə qaydasını bilirik ki, əgər cümlə keçmiş zamandadırsa, vasitəsi nitqdən vasitə nitqə çevriləndə past perfect ilə əvəz olunur. Necə ki, burada apply-dır, biz had applied ilə əvəz etmişik və bizim mübtədamız ardıcılığını gözləyir. Və burada eyni zamanda deyir ki, or why I applied. Yəni, biz həm keçmiş zaman olduğu kimi saxlaya da bilərik. Eyni zamanda past perfect ilə əvəz edə bilərik. Yəni, keçmiş bitmiş zamanlarda verə bilərik və mütləq şəkildə mübtəda xəbər ardıcılığı gözlənilməlidir. Növbəti cümləmiz, deməli, bu dördüncü cümləmiz idi. Dördüncü cümləmiz 4. Bu 3 idi. Bu 4 idi. İndi bu isə bizim 5-ci cümləmizdir. Can you speak in other languages? She wanted to know. Keçmiş zamandadır. Ümumi sual olduğu üçün if də və də istifadə edə bilərik. I could. Yəni can, could ilə əvəz olundu və mübtəda xəbər ardıcılığı gözlənildi. Sonra 6-cı cümləmiz. Do you have a driving license? Bu da ümumi sualdır. İndiki zamandadır. Deməli, ya biz if-dən ya da və-dən istifadə edəcəyik. Have keçmiş zamanda had ilə əvəz olunur və mübtəda xəbər ardıcılığı da nədir? Gözlənilmiş olur.